Azərbaycanda bir trendə çevrilən ad dəyişimi olarmı? Bu bizə lazımdırmı? Həyatımıza necə təsir edir? İlk öncə onu deyim ki, bizim hər birimizin uşaq vaxtı valideynlərimizin bizə qoyduğu adlar bizim taleyimizə birbaşa təsir edir. Bunu heç kim inkar edə bilməz. Hətta mən adlar üçün numeroloji analiz edəndə görürəm ki, adların frekansı o şəkildə gəlir ki, eynilə bizim həm astroloji, həm də numeroloji doğum xəritəmizdə taleyimizlə bağlı nə mesaj verilibsə, nə missiya verilibsə, eynilə buna uyğundur. Bir maraqlı məsələ isə budur ki, bu sadəcə adlarımızda belə deyil, həm də bizim deməli telefon nömrələrimiz, yaşadığımız evin nömrələri, hansı səmtdə yaşayırıq, hər biri kainat deyək, bina ilahi deyək, Allah tərəfindən öncədən nizamlanıb. Ad dəyişimi lazımdırmı və ya ad dəyişimi olanda nə baş verir? Düşünün ki, bizə adlar verilərkən valideynlərimiz tərəfindən bunu onlara Allah hiss etdirir. Allah bir növ intuitiv şəkildə və ya keçmiş sözlərlə desək, vəh kimi gətirir ki, bizim valideynlərimizin qəlbinə ki, sən övladına bu adı qoy. Və bunun da bir mənası var. Yəni Allah boşuna bizə bu adları qoydurtmur. Lakin bu təsirlər bizdə həyatımızda müəyyən bir transformasiyalar gətirəcək. Əgər siz bu transformasiyalara hazırsınızsa, ad dəyişimini etməlisiniz. Çünki siz bir var Allahın sizə yazdığı yolu gedəsiniz, taleyi gedəsiniz. Bir də var ki, siz özünüz şəxsi müdaxilə eləyirsiniz. Bu da həyatında köklü transformasiyalar gətirir. Nə gətirə bilər? Evlisənsə boşana bilərsən. Çox yaxın, əziz insanları itirə bilərsən, yəni ölümü baş verə bilər, vəfatı baş verə bilər. Birdən-birə işindən çıxa bilərsən. Çünki hər bir adın mütləq bir enerjisi, mütləq bir frekansı var və buna uyğun da həyat yaşamaq üçün talih Allah bizə müəyyən həyatımıza transformasiyalar gətirəcək. Və yenə təkrarlayıram, yaşadığın evin nömrəsi, mərtəbənin nömrəsi, telefon nömrən, bəlkə də sən bunu təsadüfi seçmirsən. Onların hər birinin təsiri var, mütləq ki təsiri var və hər birinin müəyyən bir frekansı var. Bunların hər birini biz yenə numeroloji şəkildə mən öz konsultasiyalarımda olur ki, müraciət edirlər və biz seçirik bunu. Amma qarşı tərəfə bu şəkildə izah edirəm ki, bunun müəyyən bir nəticəsini yaşayacaqsan və bu nəticə sənin üçün transformativ olacaq.